Gəldi Peyğəmbər qapısını döydü, dedi ki, gördü xanım Zəhra yamaqlı paltardadır. Gəlin köçüb 2 gündür. Baxdı, dedi, qızım, bəs ya bir gündür, ya elə həmin gündür. Gəldi Peyğəmbər qızın evinə. Dedi, qızım, bəs gəlinlik paltarın hanı? Niyə yenə həmin paltardasan? Baxdı, dedi, ata, mən Allah yolunda onu verdim. Gəlinlik libasını gəlin köçən gün verib yamaqlı paltarda bəy evinə gedən bir xanım. Peyğəmbər baxdı, dedi, niyə verdin ki qızım onu? Deyir, Quran buyurmur, lən tənalül bir həttə tunfiqu mimmə tuhibbun. Ən qiymətli şey özü verməsəz. Mənim də dünya malından ən qiymətli şeyim ömrümdə bir dəfə giyindiyim gəlinlik libasım idi, onu verdim. Allah Cəbrailı nazil edir, deyir ki, Fatimiyə salam de və denən ki, ya Rasulallah, Allah deyir, Fatimə indi bu saat nə istəsə verəcəm. Nə istəsə verəcəm. Deyir, bir dəqiqə dayanır, düşünür, başını qaldırır, deyir, ata, ya Rasulallah, nə qədər fikirləşdim, görürəm, bircə istəyim var, o da Allahın camalına tamaşa eləmək, Allahı görmək, Allahın görüşünə nail olmaq. Gör, hardadır, bax, bu Fatimənin məclisinə gələsən və belə bir şeylər istəməyəsən. Özü oradadır, bunun üçün yanır ki, başqaları o yerə gəlib çatmaq istəmir. O harda, biz harda. Bu fasilə ilə nə qədər yaşayaq? Bu fasilə çox böyükdür. Bu fasiləni biraz azaldaq. Xanım Zəhra buna yanırdı, bax. Xanım Zəhranın ürəyinin qəmi bu idi. Eşitdiniz nə dedim? Duası nə idi? İstəyi nə idi? Və istəyir ki, tək özü yox, siz də belə olasınız, bu istəkdə olasınız.